Değil yani sen seçtin ona göre. İnsanların sana değil yani bir... Bugün en güzel günümüzdür. Bu günü bize kısmet eyləyən, bu günü bize yaşadan şəhidlərimizdir. Allah onların qərqərinə rəhmət eləsin, ruhları şad olsun. İndi onlar da ruhları çox sevinir. Valla elə onların hesabına bir baxdıq, gəldik kimi torpaq aldıq, vətənə qaydırıq. Allah qazilərimizə can sağlığı versin. Allah bütün hamıya kimin nə əməyi var, zəhməti var, hamısını qarşısında baş əyirik. Başta şəhidlərimiz olmalıdır, qazilərimiz olmalıdır. Allah şəhidlərimizə min rəhmət eləsin. Onların hesabına bax, bu gün köçürük kəndimizə. İnşallah onların da gedəcəyik, orada gözəl abidəsini qoyacaq, gözəl onların ruhu qarşısına baş əyəcək, onları yaşadacaq. Hamının gözü aydın olsun, təbrik edirəm bütün onları. 32 ildən sonra qayıdırıq kəndimizə. İnşallah açarları verəcəklər, üç qadınlar. İnşallah hamı sağ-salamat, sağlığı ilə köksün evdə yaşasın. Əsas başlanmışdır. Başlanmış olandan sonra arxası da gələcək. İnşallah faizə kimi bir 300-400 ailə köçər, yəqin ki, məktəb zat, bağçada da açılacaq, hamıya da iş yeri zadı olacaq. Heç gündə giləylənməsin, güzələnməsin, pislik. Ayrı vaxt deyirdi ki, gedək quru torpaqdan bircə damcı gətirək qəbrimizin üstünə tökək. Yəni heç kim deyir, əla da tikibdə, əla da yaxşıdır, hər şey də gözəldir. Bugün Horoğlunun ən gözəl günüdür. Hamını, burada olanların hamısını təbrik edirlər. Allah eləsin, olmayanlara da tezliklə qismət eləsin. Sağ ol, Aybüqar. Allah sənə ata-ana rəhmət eləsin. Çox sağ ol. Ölənlərin rəhmət. Bax, bu günü yadda saxla, elə mənə də atarsan, onu da atarım qrupa. Hamı da şad olur. Hamı sevinir. Vallahi bugün bir gecə yatmamışıq. Buradan olsun. O qədər xoşbəxtlik ki, bu günü nə qədər gözləmişik biz. Sevincimizin həddi yoxdur. O sözlərlə demək, söz ona çatmır ki, nəyəsə deyəsən. Hamını yenə də təbrik edir. Hamının gözü aydın olsun. Elimizin, obamızın gözü aydın olsun. Həmişə belə şad xəbər verir. Xeyirli olsun. Sağ ol, sağ ol. Sağ ol, sağ ol. Ne bir Gel. Koy. Bura içeri. Xeyirli olsun, sen xeyirli olsun. Allah can sağlığı versin. Terör benden beraber 26'dır. Sen yukarıdan iki otak o tarafa. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Allah Teala Ali Başkomandanımızı korusun, bu günü bize yaşattı. Horovların sevincinin həddi yoxdur. Ona göre ki, bugün artık horovlar öz dədə baba torpaqlarda, oğulub boya başa çatdığı torpaqlara qadirdir. Allah Teala bütün yerdə qalan məcbur köşkünlərimizə də qismət eləsin, hamı öz dədə baba torpağına qayıtsın. Xeyirli olsun, xeyirli olsun. Sağ ol. Can sağlığıyla. Sağ ol. Size de kısmet olsun inşallah. Allah güzel günler göreceğiz. Ece şeymişiz. Şəraitimiz yaxşı olsa da toprağımız, qanımız, canımız hamı ortadır. Allah Teala şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı, şəfa uğruyla. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Şəhidlərimizin, qazilərimizin hesabına biz ora gedirik. O torbalara gedirik. Allah Teala da bize müjdat versin, ömür versin ki, hiç olmasa ömrümüzün kalan hissəsin, orada bir, Allah Teala ne meselesi orada yaşayanlar kalabilir. Bir daha şəhidlərimiz Allah rəhmət eləsin. Onların hesabına, onların kanı bahasına, bu torpaqlara sahip çıkıyor. Bugün en sevinçli günlerimizin biri. Bu kadar.
Hoş gördük. Hamle kısmet olsun. Hamle kısmet olsun. Allah Teala bu sebepten olan şehitler başta Ali Başkomandan olmak şehitlere Allah rahmet eylesin. Gazilere can sağlığı eylesin. Olmayana da kısmet olsun. Değerli buyurun. Bugün Dövlət Qaçqın Kumunda deməli tədbir keçirildi. Püşkatma tədbiri. Mən də iştirak edirdim. Bütün horovlar iştirak etdi və Horovlu kəndinə aid olan, yəni bizim Sovetliyə, köhnə dildə desək, belə deyək də, bizim ərazi nümayəndələrine daxil olan bütün kəndlər, Çapansa, Paşa, Pazarqaydı, Xuğanlı şəkillərlə bərabər iştirak etdik. Əvvəlcə Dövlət Qaçqın Kumunun işçiləri müsahidə verdilər bizə, yəni bir sıra maarifləndirici tədbir keçirdilər. Daha sonra isə video şərh nümayiş edildi, yəni ərazinin minalardan təmizlənməsi. Bir ərazinin böyük hissəsi təmizlənsə də, amma müəyyən hissəsində qaldı və bu tədbirlər keçirdikdən sonra da püşkatma. Və mən də kəndimizdə gözəl bir küçədə və gözəl bir evdə payımı götürdüm. Yəqin ki, hamımız bilirik ki, mən 32 ildən sonra qardaşımı tapdım, 2-ci şəhiddir və onu yeganə şəhid olaraq, birbaşa Ali Başkomandandan icazə alaraq, prezidentimizdən icazə alaraq həmin kənddə, Horovda dəfn etdi. Hələ heç bir məcburi köçkün və yaxud qaçqın və yaxud da ki, şəhid ailəsi orada dəfn olunmuşdur. Amma bu gün Müşfiq İbrahimoğlu ilk dəfə öz kəndimizdə dəfn edildi. Allah bütün şəhidlərimizə rəhmət eləsin, torpaqları nurla dolsun, yerləri behişt olsun, qazilərimizə can sağlığı, Ali Başkomandanımıza, ordumuza Allah ömür versin. Allah Ali Başkomandanımızı qorusun, ordumuzu qorusun. Teşekkür ederim hər birisi. Allah bütün şəhidlərimizə rəhmət eləsin, şəhidlərin hesabına zəkatlara qayıdırın. Onların valideynlərin, övladlarının, ailəsinin qabağını baş əyirik. Bütün şəhidlərimizin, qazilərimizə Allah can sağlığı versin, şəfa versin. Onların hesabına torpaqlarımıza qayıtmışıq. Allahın köməkliyi ilə yaxın müddətdə Horovu cəmaatı bir yerdə olar. Ondan sonra bir yerdə xeyir işlər olar. Allahın köməyi ilə yaxşı olur. Allah prezidentimizin canı sağ eləsin. Şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Necə üç? Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Onların sayəsində, qəhrəman oğlanların sayəsində, dövlətimizin sayəsində biz öz müqəddəs, doğma torpaqlarımıza qayıtdıq. Təşəkkürlər. İnşallah hamıya qismət olsun. Sağ olun. Biz nə deyə bilərik? Allah prezidentimizə can sağlığı versin, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Onların sayəsində biz kəndimizə qayıdırıq. Şükürlər olsun bugünə ki, 32 ildən sonra biz öz doğma yuvamıza qayıdırıq. Buna görə Ali Başkomandanımıza öz dəyərli təşəkkürümüzü bildiririk. Allah şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin ki, bugünkü gün bizə nəsib elədilər. Biz öz doğma torpağımıza qayıdırıq. Allah can sağlığı versin. Kəndə köçənlərə də. Yurt həsrətimiz sona yetdi. Arz edirəm birincisi, Allah hamının canı sağ eləsin, yaşadığı verilən evlər can sağlığı ilə yaşasınlar. Çünki biz o evləri şəhidlərimizin Allah rəhmət eləsin hamısına, canı hesabına, qazilərimizin canı hesabına o evləri bizə verir, qüvvətən alınır və o evlərdə bizə verir dövlətlər. Və başda İlham Əliyev olmaqla bütün dövlət məmurlarının hamısı öz minnətdarlığına bildirirlər. Allah hamıya qismət eləsin, olmayanlara da qismət. Amin. Hamımız köçək yenə də bir Başda can sağlığı. bir kənd olsa, yenə də bir kənd, bir oba. Birbirimizi başa düşək, inciməyək birbirimizdən. Allah eləməsin. Deyə bax, bugünə düşdük. Şükür Allah. Şükür Allah. Çünki biz bu qədrimizi bilmirdik. Bu günə Ama indi biləcəyik. Bu günə də. Böyük Oğlunun ən gözəl günü. Bəli. Ən gözəl tarix yazıldı. Yazıldı. 32 ildən sonra oğlunun tarihi. Bəli. En güzel tarihin yaklaşımı yazdı. Hamının təbrik etti. Allah hamıya olmayanlara
Allah prezidentimizə də Bunların da Allah değməsin, can yenə sağ də can eləsin. sağlığı İnşallah versin. o da tezliğine benden bir yedi kardeşim. Alın İki bir kardeş bir kent, yedi. nədir, tikilməyən kəndlər də tikilsin onun İnşallah, inşallah. bizə deyərlər belə köməyə sayəsində, ondan sonra təşəbbüsü sayəsində hamı öz vətənini. Sağ ol. Hamı. Xeyirli olsun. Yol yaxşı. Sağ ol. Can sağlığı.